Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Baku TV-də Necə Olmalıdır podkastın növbəti buraxılışını izləyirsiniz. Bugün müzakirə eləyəcəyimiz mövzu utilizasiya və utilizasiyanın sığorta ilə əlaqəsindən olacaq. Çünki Qərb təcrübəsində və yaxud da digər inkişaf etmiş ölkələrin təcrübəsində sığorta və utilizasiya məsələsi bir-biri ilə sıx bağlıdır. O cümlədən sığortanın utilizasiya proqramına necə dəstək verə biləcəyi məqamları da müzakirə edəcəyik. Təbii ki, qonaqlarımızla birlikdə. Qonağımız Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Mirzə Laçınov və sığorta eksperti Emil Ağabağrovdur. Hər ikinizi xoş gördük, xoş gəlmisiniz. Təşəkkür edirik. Biz də salamlayırıq həm sizə, həm də dinləyiciləri. Minnətdaram sizə. Mirzə müəllim, utilizasiya proqramına artıq xeyli müddətdir ki, start verilib və proses davam edir. Gözləntilər nələr idi və bugünə olan statistik göstəricilər ehtimalları doğruldurmu? Bildiyiniz kimi artıq bir ildən yuxarıdır utilizasiya proqramı davam etdirilir. 2024-cü ilin 15 oktyabrında ilk nəqliyyat vasitəsi utilizasiyaya təqdim olunmuşdu və artıq bir ildən bir qədər yuxarı müddətdə keçən dövr ərzində 14.139 ədəd nəqliyyat vasitəsi artıq utilizasiyaya təhvil verilibdir. Layihə hazırlanarkən maksimal illik qəbul yükü bir utilizator üzrə 10.000 nəqliyyat vasitəsi nəzərdə tutulmuşdu və proqramın, belə deyək, ilkin proqnozlaşdırılması özünü doğrultdu və nəzərə alaraq ki, artıq yalnız bir deyil, 3 utilizator fəaliyyət göstərir. Bu sayın getdikcə artması da gözləniləndir və bunu biz müraciətlərin statistikasında da görürük. Artıq əlçatanlıq artdığı üçün gündəlik müraciətlərdə 2-3 dəfəyə yaxın hətta artım müşahidə olunur. Mirzə müəllim, 3 utilizator hər birinə kvota qoyulmuşdu və yaxud da ehtimal edilirdi ki, 10.000 avtomobili utilizasiya etsin və yekun nəticə olaraq 3 utilizatora düşən statistik rəqəm 14.139-dur. Düzdür? Bəli, burada sadəcə bir məqamı nəzərə almaq lazımdır ki, ikinci və üçüncü utilizatorlar çox da uzun müddət deyil qeydiyyata alınıblar. Gəncə şəhərində fəaliyyət göstərən utilizator may ayında qeydiyyata alınıbdır, may ayının sonlarında. Cari ildən söhbət gedir. Bəli, 2025-ci ilin. Üçüncü utilizator isə Abşeron rayonunda iyul ayından etibarən fəaliyyət göstərir və zamanla onlarda da qəbul göstəriciləri artıq yüksələcək. Aydındır. Emil müəllim, Bəli. Mirzə müəllimin dediyi göstəricilər bu əslində günümüz üçün pis göstərici sayıla bilməz. Mirzə müəllim özü də qeyd elədi. Gəlin belə bir yanaşma ilə çıxış eləyək. Qərb təcrübəsində biz nə görürük? Vətəndaş, həmin ölkənin vətəndaşı avtomobilinə dəymiş istənilən zərərə görə onun belə bir imkanı var ki, avtomobilinin müəyyən qədər neçə faizsə ödənişini alır və nəqliyyat vasitəsini təqdim edir sığorta şirkətinə. Onlar da aidiyyatı üzrə avtomobili hərraca çıxarırlar və digər ölkələrə satışını həyata keçirirlər. Bizdə bu təcrübənin həyata keçirilməsi üçün imkanlar hansı səviyyədədir və yaxud da biz bu avtomobilləri hərrac vasitəsilə digər ölkələrə, yəni Orta Asiya ölkələri olsun, Afrika ölkələri olsun və digər ölkələrə satışını həyata keçirmək üçün sığorta utilizasiya proqramına cəlb oluna bilərmi? Buyurun. Təşəkkür edirəm sual üçün və maraqlı mövzudur əslində. Mən bir məsələni qeyd edim. Doğrudan da əslində bu utilizasiya ilə bağlı sığorta şirkətləri bir proqram hazırlansa, ümid edirəm ki, böyük bir faydalı mexanizm təşkil etmiş olarıq. Burada geniş bir sahədir, bunu da deyim. Çünki burada həm müəyyən bir avtoservislərin cəlb olunmasına ehtiyac var. Avtosalonların hansı ki tanınmış brend markalar var və onlar hansı ki öz avtomobillərinin satışını həyata keçirirlər. Mən düşünürəm ki, bunlar müəyyən bir güzəştlər təklif etməlidirlər. Hər hansı bir belə deyək də istismar müddətini artıq başa vurmuş avtomobillər var ki, artıq buraxılış ili daha köhnədir və bunlar artıq istismara yararlı bir növ sayılmır. Amma təəssüf ki, istismar olunan avtomobillər də hal-hazırda var və bunlar üçün müəyyən bir güzəştlər həmin brend markalar tərəfindən təşkil olunmalıdır. Amma sığortanın buna hansı bir formada qeyd etdiyiniz kimi beynəlxalq təcrübəyə əsaslanaraq bugün dünya sığorta sektorunda Azərbaycan sığortası olaraq müəyyən bir
araşdırmalar aparılır bununla bağlı. Və bunun üçün müəyyən bir zamana ehtiyac var. Burada çünki artıq müştərilər hər hansı bir tutaq ki, bir kasko sığorta edir. Biz bilirik ki, 2010-cu ildən köhnə avtomobilləri biz kasko sığorta etmirik. Yəni bütün sığorta şirkətləri bu cür yanaşır. Səbəb odur ki, avtomobillər artıq köhnəlib, risk əmsalı daha yuxarıdır. Hər hansı bir hadisə nəticəsində olan ehtiyat hissələrinin sıradan çıxması daha böyük bir tarif olaraq qeyd olunur və artıq onların cəlb olunmasında artıq sığorta şirkətləri maraqlı deyillər. Çünki onların dəyərləri tutaq ki, 5000 manatdırsa və bunun qarşılığında sığorta şirkətləri ona yuxarı bir məbləğ deyə bilmir. Daha aşağı məbləğ almaqla həmin avtomobili sığorta alır. Və təbii ki, sığorta şirkətləri də risk əmsalını hər zaman öndə saxlayır. Əgər o avtomobilin risk əmsalı daha yuxarıdırsa, təbii ki, daha yuxarı tariflər təklif edir. Mirzə müəllim, utilizasiya proqramının əsas hədəfi nədir? Gəlin bu sualdan sonra digər məsələlər var ki, onları da açıqlayacağıq. Bunu birinci cavablandıraq. Utilizasiya proqramı dövlət proqramına əsasən tətbiq olunmuşdur. Yol hərəkətinin təhlükəsizliyi haqqında 2019-2023-cü illər üzrə dövlət proqramının 7.3.7.1 bəndi birbaşa olaraq bu məsələni tənzimləyirdi və həmin dövlət proqramı qarşıda 3 məqsəd qoymuşdu. Bunlardan birincisi təbii ki, ətraf mühitin mühafizəsi idi. Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi idi və eyni zamanda yerli istehsalın stimullaşdırılması idi. Ümumilikdə təbii ki, bu tullantıların idarə olunması sahəsi olduğuna görə birbaşa olaraq ətraf mühit məsələsi təbii ki, meydana çıxır. Yol hərəkətinin təhlükəsizliyi burada mühüm rol oynayır və eyni zamanda da əlavə olaraq yerli istehsalın stimullaşması istiqamətində də hal-hazırda təsdiqedici sənədlərdən istifadə olunur. Deməli, ətraf mühitin mühafizəsi, təhlükəsizlik və yerli istehsalın stimullaşdırılması. Stimullaşdırılma deyəndə biz yerli istehsalı nəzərdə tuturuqsa, bugün bazarı tam olaraq təmin edə biləcək qədər avtomobil istehsal edə bilmirik. Bunu da qəbul eləməliyik. Bu da reallıqdır. Bu məsələdə sığorta şirkətləri utilizasiya proqramına necə töhfə verə bilər? Bunun üçün həmin o avtomobillərə və yaxud da ki, sürücülər üçün bir geniş bir layihə hazırlana bilər. Hansı ki, bu layihədə bir növ təminat olaraq az təminat verilsin, məhdud təminat olsun, amma gələcəkdə artıq o vətəndaş öz avtomobilini sığorta şirkətindən müəyyən bir kompensasiya əldə etmə imkanı olsun və bunun üçün könüllü bir sığorta növü yaratmaq olar ki, hansı ki, bir növ ödəniş həyata keçirilə bilər. Amma bir də var parametrik sığorta. Parametrik sığorta nədir? Bildiyimiz ənənəvi sığortalarda hər hansı bir hadisə baş verdiyi halda yalnız həmin sığorta hadisələri üzrə ödəniş olunur. Ta ki, yol nəqliyyat hadisəsi baş verdi, ödəniş olur, evdə yanğın baş verdi, ödəniş olur. Parametrik sığorta nədir? Müəyyən müddət ərzində, tutaq ki, biz təbii fəlakətlərə təminat veririk. 3 bal zəlzələ də olsa, dağıntı müşahidə olunsa biz ödəniş edəcəyik, çünki artıq hadisə nəticəsində baş verib, 7 bal və s. Amma parametrik sığortalarda bu yanaşma necədir? Əgər biz müqavilədə 6 ballıq zəlzələ qeyd etmişiksə, ümumiyyətlə ölkəmizdə tutaq ki, Allah uzaq eləsin, 5.9 olsa, heç bir dağıntı baş verməyib. Amma parametrik sığortanın özəlliyi ondan ibarətdir ki, 6 bal gücün zəlzələ baş veribsə, vətəndaşlar kompensasiya alacaq. Və bu yanaşma ilə mən hesab edirəm ki, köhnə buraxılış ili köhnə olan avtomobillər üçün müəyyən bir kompensasiya etmək olar. Amma bu da təbii ki, təkcə sığorta şirkətləri üzərində deyil, həm də bir neçə tərəflər bunda iştirak etməlidir. Deməli, əksər sığorta şirkətləri ili köhnə olan avtomobillərin kasko sığortasını həyata keçirmirlər. Bəli. Çünki risklərini dəyərləndirirlər. Və bazar dəyəri 7000 manat olan nəqliyyat vasitəsini avtomobil yararsız hala düşüb və yaxud da onu düzəltdirib sürmək üçün kifayət qədər məbləğ tələb olunur. Vətəndaş bu avtomobili utilizasiyaya təqdim eləyəndə səhv eləmirəmsə nağd ödəniş 1050 manat həyata keçirilir, düzdür? Bir dəfəlik ödəniş olaraq M1 əgər təsnifatına aiddirsə, mini avtomobillərin əksəriyyətində bəli. Qəza keçirib nəqliyyat vasitəsi və sağlığında 7000 manat olan nəqliyyat vasitəsi bugün 1050 manat kimi dəyərləndirilir. Və vətəndaş nə edir? Həmin avtomobilin detallarını satır. Təbii ki, 95-ci ilin, 96-cı ilin Avropa istehsalı olsun və yaxud da haranın istehsalı olursa olsun,
Həmin nəqliyyat vasitələrində problemlərin olması bu aşkardır. Və nəzərə alsaq ki, həmin avtomobilin mühərrikində problem var və yaxud da digər hissələrində və çıxarır o mühərriki satışa, oradan pul əldə eləyir və bu mühərrik yenə də başqa maşının üzərində başlayır atmosferi çirkləndirməyə. Doğru deyirəm, yoxsa yox? Yox, burada bir qədər dəqiqləşmə verməyə ehtiyac var. Bilirsiniz, utilizasiya zərərsizləşdirmənin xüsusi bir növüdür. Zərərsizləşdirmədə ümumiyyətlə bütövlükdə hər hansısa bir predmet məhv olunur. Utilizasiyanın məqsədi isə təkrar istifadə deyil. Utilizasiyanın məqsədi tullantıya çevrilən hər hansısa bir əşyanın müxtəlif formalarda dövriyyəyə yenidən qaytarılmasıdır. Təbii ki, o qeyd elədiyiniz formada yararsız mühərriki heç kəs, yəni ümumiyyətlə bazar çərçivəsində də almağa maraqlı deyil. Burada məqsəd ondan ibarətdir ki, həmin mühərrikin tərkibindəki müxtəlif elementlərdir, yararlı hissələrdir, digər yararlı çevrilə biləcəyi predmetə belə deyək, transformasiya oluna bilsin, dönüşdürülə bilsin, belə deyək. Bu baxımdan utilizasiya prosesində biz belə deyək də təkrar emal hissəsinə daha çox köklənirik. Yəni bu təkrar istifadə demək deyil. Yaxşı, belə bir sual verim sizə. İki şəxs yaxınlaşır utilizasiyaya, eyni avtomobildə ikisində də. Biri mühərriki üstündə, hər şey üstündə gətirir, təhvil verir. Digəri isə mühərriki, qapıları, hər şeyini çıxarıb boş gövdə gətirir, verir. Ödəniş ikisinə də nə qədər olur? Hər ikisində eynidir. Çünki problem elə burada yaranır. Proqram könüllü tətbiq olunduğu üçün əgər şəxs onu artıq tullantıya çevrildiyini düşünürsə, onun dəyəri artıq iqtisadi olaraq həmin şəxs üçün sıfırdır. Və bu baxımdan dövlət həmin sıfıra çevrilmiş nəqliyyat vasitəsinin utilizasiya verilməsini stimullaşdırır. Yanaşma belədir. Baxın, mənim dediyim də elə budur ki, həmin o mühərriklər, hansı ki, ikinci əl bazarında satılır, ölüxana kimi tanıdığımız yerlərdə satılır. O mühərrikin, bu dəqiqə gedib baxsaq, müxtəlif yerlərdə o qədər problemli mühərriklər var ki, o qədər problemli bizim bu tanıdığımız, katalizator kimi tanıdığımız qurum filtrləri filan var ki, satışda. İkinci əldir, bu avtomobilin üzərindən çıxıb və işlənmişdir. Mənim dediyim odur ki, sığorta şirkətləri bu layihəyə cəlb olunmaqla biz bu avtomobilləri ölkəmizdən ixrac edək. Yəni göndərək, xaricə göndərək. Azərbaycan sərhədlərindən kənarda olsun bu avtomobillər. Bu tərəfdən də biz axı gəlir əldə edə bilirik. Sığorta şirkətləri də buradan qazana biləcək axı. Nə yaxşı bu günə qədər sığorta şirkətləri nə əcəbsə maraq göstərməyiblər bu layihəyə. Mənim üçün çox maraqlıdır. Əslində bir növ sığorta şirkətləri üçün maraqlıdır, amma yeni avtomobillər və yaxud da ki, buraxılış ili daha normal, hansı ki, istismara daha yararlı avtomobillər, hansı ki, artıq o istismar müddətini başa vurub və ümumiyyətlə ölkəmizdə də yararsızdırsa, deməli bir çox ölkələrdə bu artıq yararsız sayılır və biz onu istəsək də belə ixrac edək. Çox üzr istəyirəm, Emil müəllim, çox üzr istəyirəm. Necə olur ki, Amerika Birləşmiş Ştatlarında yararsız hesab olunan nəqliyyat vasitəsi bizdə yararlı hesab olunur? Amma bizdə yararsız hesab olunan nəqliyyat vasitəsi hansısa digər ölkələrdə, burada konkret ad çəkmək istəmirəm, hansısa digər ölkələrdə yararlı hesab olunmayacaq. Bir görüntülərə baxanda görürük ki, müxtəlif ölkələr var ki, yaşam səviyyəsi kifayət qədər ağır və digər problemlər olan ölkələr, orada sürülən nəqliyyat vasitələrinin vəziyyəti bizdə heç ondan daha yaxşı vəziyyətdə olan nəqliyyat vasitəsini biz sürmürük. Bunun ixracında sığorta şirkətləri niyə maraqlı deyil? Axı dövlət olaraq hədəfimiz birdir. Ölkənin avtomobil parkının yenilənməsi dövlətin qarşıya qoyduğu ən böyük hədəflərdən biri budur. Avtomobil parkı yenilənir və ətrafa atılan zərərli qazların miqdarı azaldılır. Elə deyil. Bəli. Bəs bu məsələdə sığorta şirkətləri niyə öz töhfələrini vermirlər? Həm Azərbaycanda, eyni zamanda ümumiyyətlə dünya bazarında belə bir yanaşma var ki, bugün ekoloji daha da ekoloji cəhətdən təmiz, ekoloji cəhətdən tam
sağlam bir avtomobillər ölkəyə gətirilir və bu gün bizim ölkəmizdə də kifayət qədər bu cür yanaşma var. Sadəcə məsələ bilirsiniz, sığorta şirkətlərinin bir növ marağı buna yoxdur. Niyə görə? Çünki sığorta şirkətləri onsuz da bu gün demək olar ki 99% sığorta növləri üzrə hadisələrə görə təminat verir. Burada hər hansı bir kasko müqaviləsini götürürəm, ta ki bir avtomobil 10.000 manat avtomobili sığortalanır və 10.000 manat təminat verilir. Hər hansı bir hadisə baş versə və yaxud avtomobilin 75% üstəgəl hissəsi əzilərsə, zədələnərsə, bu halda sığorta şirkəti verdiyi təminatı tam şəkildə vətəndaşa ödəyir və yaxud da həmin ilin, həmin markası olan avtomobili alıb vətəndaşa təqdim edir. Və bu halda sığorta şirkəti bu avtomobilləri götürüb, ta ki ehtiyat hissələrin digər təmir vaxtı zamanı sərf edə bilər hər hansı bir avtomobilin təmirinə. Amma daha köhnə olan avtomobillərin biz bəzən baxırıq ki, onun ehtiyat hissələri tapılmır. Ta ki 95-ci ilin bir avtomobilidir. Bunun ehtiyat hissələri tapmaq da çətindir. Eyni zamanda artıq bunun bir ehtiyat hissəsi yox, deyərdik ki, tam olaraq məhv olmuş sayılır. Çünki bunun həm əyləc sistemində problem olur, həm mühərrik hissəsində, həm korobka sistemində. Bütün hallarda, yəni biz baxırıq ki, bu sığorta şirkəti burada siz sığorta şirkəti ümumiyyətlə verdiyi təminatın qarşılığında bir tarif müəyyən edir. Bu tarifi müəyyən etmək üçün sığorta məbləği, yəni avtomobilin dəyəri o qədər aşağı olur ki, buna sığorta şirkəti yuxarı məbləğ deyə də bilmir. Çünki vətəndaş onsuz da könüllü sığorta növlərini bilirsiniz ki, Azərbaycanda bir o qədər maraq yüksək deyil. Azdır. Amma yenə də sığorta şirkətləri yuxarı məbləğ təklif etsə, zaten onu müştəri almır. Ona görə artıq bunun qarşılığında hər hansı bir yuxarı məbləğ alır və daha sonra həmin o əzilən avtomobili geri götürür və xarici ölkələrə satmağını təşkil etmək olduqca aşağı bir göstəricidir və bunun demək olar ki, real olma ehtimalı sıfırdır. Amma Bəyək Mirzə müəllim də və siz də çox xüsusi bir məqama qeyd etdiniz ki, yerli istehsal. Yerli istehsal olarsa, bu zaman artıq təbii ki, bütün şirkətlərin əsas məqsədi mənfəət əldə etməkdir. Və burada müəyyən bir qazanclar olur. Ta ki, bir avtomobilin satışından 20%, 30% bir şirkət qazanc əldə edirsə, bu halda bu qazancın maksimal bir hissəsini, ta ki, 30% bir avtomobilin satışından qazanc əldə olunursa, bunun 25%-ni həmin avtomobillərin sahiblərinə təklif olmağı daha yaxşı olar ki, onsuz da dövriyyə daha da artacaq. Bir var ki, 5 avtomobili satım, hərəsində 30% qazanım, bir də var 100 avtomobili satım və 5% qazanım. Və dövriyyə çox olarsa, təbii ki, onların qazancı imkanları da geniş olacaq və mən hesab edirəm ki, sığorta şirkətinlə bərabər istər yerli istehsal gələcəkdə, istər bugünkü Azərbaycanda olan o brend markalar ki var, hansı ki, avtomobillərin satışını həyata keçirir və bunların həmin bu utilizasiya uğramış və yaxud da ki, istismar müddəti bitmiş avtomobillər üçün xüsusi bir layihələr hazırlanmalıdır ki, burada həmin o 30% qazancın 25%-ni, tutaq ki, 20 minlik bir avtomobili 25%-i 5.000 manat eləyir. Elə bunun avtomobilin dəyəri 5.000-dir. Deməli, həmin o güzəşti dolayı yolla onu əldə etmiş kimi avtomobilini alıram və 25% güzəşt edirəm. Güya ki, mən 5.000 güzəşt sizə etdim və artıq o da 20 minlik avtomobilə 15.000 ödəyir, 5.000 həmin avtomobili təhvil verərək yeni bir avtomobilə sahib olur. Bu mexanizm məncə daha maraqlı olar. Yaxşı çıxış yoldur bu, əslində tam məntiqlidir. Lakin bugün günümüzdə utilizasiyaya təqdim olunan nəqliyyat vasitəsinə bir şərt qoyulur ki, yerli istehsal olan nəqliyyat vasitəsi alırsansa, biz onu 5.000 alırıq. Nə qədər ödəniş verilir? Çek verilir? Bu da təsnifatda uyğun olaraq dəyişir. Minik avtomobillərində 1500 manat. 1500 manat. Yerli istehsal olan nəqliyyat vasitələri də gəlin nəzərə alaq ki, 0 kilometr olan günümüzdə tez-tez rastlaşdığımız taksilərdə çox istifadə olunan nəqliyyat vasitəsindən söhbət edirəm. Onun satış dəyəri təxminən 17-18 min manat arasıdır. Siz taksilərdə istifadə olunan qeyd edirsiniz. Yəni təkcə o istiqamət deyil təbii ki. Müxtəlif marka modellər var. Yəni hamısı sırf taksi fəaliyyətində istifadə olunmur. Mən onu qeyd etmək istəyirəm. Vətəndaşlar aydın olsun deyə. Başa düşdüm. Siz də açıqladınız. Və burada bir məqamı da qeyd eləməliyik ki, məsələ yalnız həmin sənəd əsasında mütləq yalnız 1500 endirim əldə eləmək deyil. Həmin təsdiq edici sənədlər ki, təqdim olunur utilizasiyaya verilmiş nəqliyyat vasitəsinə görə, onlar adsız sənədlərdir və dövriyyədə kifayət qədər aktiv istifadə olunur və həmin güzəşt məbləğlərinin birləşdirilib istifadə olunması imkanı da var ki, əslində elə yəni proqramın həmin istiqamətdə işləkliyini təmin edən meyarlardan biri də budur. Və təsadüfü də deyil ki, artıq 715
yerli istehsal yeni nəqliyyat vasitəsi bu təsdiq edici sənədlər əsasında satılıbdır. Nə gözəl. Və tendensiya onu göstərir ki, Hansı müddətdə? 1 il. 1 il ərzində bəli. Əla. Və bu tendensiya da həm də onu göstərir ki, məhz bu imkandan daha çox ərizəçilər yararlanırlar. Təsdiq edici sənədləri əldə edirlər, toplayırlar və əksər hallarda nəqliyyat vasitəsində o satış dəyərini tam bütöv şəkildə güzəştlə əldə edirlər. Bu baxımdan səmərəlidir. Emin müəllim, Bəli. sığorta şirkətləri hərrac keçirirlər. Əvvəllər daha çox olurdu. Çünki bu gün bilirsiniz necədir? Burada hər hansı bir hərracın keçirilməsi üçün yalnız avtomobillərin kasko sığorta növündə bu mümkündür. Çünki bilirsiniz ki, avtoicbaridə buna ehtiyac yoxdur. Bu birbaşa məsuliyyət üzərində olan sığorta növüdür. Kasko sığorta növündə bəzən olurdu əvvəllər, hansı ki, daha əvvəlki müddətlərdə, amma bu gün artıq bir çox nadir hallarda bunu müşahidə edirik. Hərraca hər hansı bir avtomobilin çıxarılması yalnız həmin sığorta şirkətlərinə məxsus bir avtomobillər müəyyən müddət keçəndən sonra həmin şirkətin balansında olan öz avtomobillərinin hərraca çıxarılması olur. Amma müştərilərin bir avtomobillərinin çıxarılması bu yalnız banklara və lizinq şirkətlərinə daha çox məxsus olan bir məsələdir. Düzdür, baxmayaraq ki, lizinqdə olan avtomobillərin, bankda girovda olan avtomobillərin uzun müddətli kasko sığortası həyata keçirilir, amma burada faydalanan şəxs bilavasitə onlar olduğu üçün auksionda iştirakı da məhz onlar həyata keçirir. Mirzə müəllim, vətəndaşlar arasında mən sosial şəbəkələrdə də ara-sıra rast gəlirəm. Çox tez-tez belə müraciətlər olmur və yaxud da belə narazılıq olmur, amma ara-sıra rast gəlmişəm. Düzdür, bunun da dolayısıyla sizə heç bir aidiyyatı yoxdur, amma yenə də bu işlə məşğul olan və yaxud da bu işdə məsul qurum sizsiniz, yəni sizin təmsil etdiyiniz qurum. Vətəndaşlar deyirlər ki, utilizasiyaya təqdim etmək istədikləri nəqliyyat vasitəsinə görə bir çox sənəd toplamalı olurlar və bu kifayət qədər çətin prosesdir və vaxt alır. Bununla nə dərəcədə razısınız? Bunu daha da asan etmək olmazmı? Təbii ki, daha da asanlaşdırılması üçün təkliflərə baxıla bilər, bu istiqamətdə işlər də aparıla bilər. Ancaq mən tam olaraq bu yanaşma ilə razı deyiləm, fikrimi də əsaslandırım bildirim. Buyurun. Bir çox hallarda biz şahidi oluruq ki, bu nədən qaynaqlanır? Bu ərizəçilər prosedurla tanış olmadan birbaşa artıq müraciəti eləyib nəqliyyat vasitəsini aparıb təhvil vermək niyyətində olurlar. Bu da praktikada onlara çətinlik yaradır. Bəli. Çünki utilizasiya ilə bağlı konkret bir proses var. İlk növbədə nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmalıdır və təəssüf ki, bəzi hallarda heç yəni bunu belə nəzərə almadan utilizasiyaya müraciət etmək istəyən şəxslərlə biz qarşılaşırıq, üzləşirik. Və bundan da başqa çıxdaş olunma prosesindən sonra bildiyiniz kimi dövlət müəssisələrinə və qurumlarına münasibətdə elektronlaşma tələbləri kifayət qədər yüksəkdir və artıq operator olaraq Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti də bunu təmin edibdir və bu eyni zamanda həm də elə vətəndaşların özləri üçün bir rahatlıqdır. MVU.gov.az portalı vasitəsilə nəqliyyat vasitəsi çıxdaş olunduqdan sonra dərhal həmin sistemdə nəqliyyat vasitəsi öz əksini tapır. Orada çox sadə bir prosesdir və gənc nəsillə biz çox çətinlik yaşamırıq açığı və kifayət yaşlı nəsillə. Həm bir qədər bəzən olur, dediyiniz kimi nadir hallarda, amma təbii ki, o gənc nəslin köməkliyi ilə bu problemlər də aradan qaldırılır. Son bir sual Mirzə. Bir qısa bir şey də qeyd edeyim. O sənədlərlə bağlı ki, deyirsiniz, orada da yəni çox az sayda məhdud sənəddir. Çıxdaş arayışıdır təbii ki, bu sistemdə əksini tapdığı halda bu təqdim olunmalıdır utilizatora. Eyni zamanda əgər şəxs özü yox, sərəncam vermə hüququ əsasında başqa bir şəxs təqdim edirsə, həmin sənəd olmalıdır, etibarnamə və ya digər və portal üzərindən müraciəti olmalıdır. Bu qədər. Yəni, çox bəsit. Yəni burada ciddi problem yoxdur. Mirzə müəllim, son bir sual. Bu mənim özüm üçün də maraqlıdır. Bunu pərdə arxasında da soruşa bilərdim sizdən, amma istədim ki, elə vasitəsilə hər bir izləyicimiz də bilsin. Həmin o əzilən və dəmir parçaları xırda-xırda hala gətirilən nəqliyyat vasitələri, həmin dəmir hissələri necə istifadə olunur, hara yönləndirilir? Yeni avtomobillərin istehsalına yönləndirilir, yoxsa yox? Yerli istehsaldan söhbət gedir. Məni maraqlandıran. Burada əsas məsələ odur ki, utilizasiya, siz deyirsiniz dəmir xırdalanması,
Yalnız bu üsuldan istifadə olunmur. Utilizatorlar yəni bu üsulu seçməkdə sərbəstdirlər. Presləmə üsulundan istifadə oluna bilər, doğrama üsulundan istifadə oluna bilər və s. və ilaxır. Hər nəysə o dəmir hara gedir? Yəni yeni bu, maşınların təbii ki, hazırlanır, müəssisələrin bir qədər kommersiya sirri məlumatlarıdır. Yəni bu barədə biz məlumatlı da deyilik. Ancaq hər bir halda əgər bir istehsal prosesi varsa, buna da müvafiq qurumlar tərəfindən nəzarət olunur. Bəli. Və həmin nəqliyyat vasitələri təbii ki, istehsal olunandan sonra bir rəsmiləşmə periyodundan keçməlidirlər. Bunun belə deyək, həmin mərhələyə qədər ki, alt sənədləri olmalıdır, auditi olmalıdır, yoxlanışdan keçməlidir və bunu nəzərə alaraq, belə deyək, hər hansısa bir istehsal üçün yararsız və ya lazımi keyfiyyətdə olmayan xammalın orada istifadəsi hesab edirik ki, qeyri-mümkündür. Doğru olmaz, əlbəttə ki. Emil müəllim, son olaraq sizdən də bir məsələni soruşum. Sığorta şirkətləri günümüzdə avtomobillərin kasko sığortası və yaxud da icbari sığortasını həyata keçirirlər. Bəs köhnə avtomobillərə qarşı mövqe sizcə nə dərəcədə doğrudur? Yəni köhnə avtomobili kasko sığorta etdirmək istəyən şəxsə bir çox sığorta şirkətləri imtina cavabı verirlər. Bunun hansı məntiqli açıqlaması ola bilər? Sırf burada kommersiya marağıdırsa, məncə bu doğru deyil. Niyə? Çünki digər vətəndaş da düzü bu könüllü sığortadır. Mən bu ilə razıyam. Qarşılıqlı olaraq razılaşma əsasında olmalıdır. Amma vətəndaş istəyir ki, ilk maşındır, əziyyətlə alıb, bu 10.000 dəyərində maşındır. Deyir ki, mən bunu kasko sığorta etdirim. Və ona bir çox sığorta şirkəti imtina cavabı verir. Niyə? Bir çox hallarda statistika göstərir ki, köhnə avtomobillər, hansı ki, ta ki 15 ildən artıq bir yaşı olan avtomobillərin hadisə törətmə ehtimalları, riskləri daha üstündür. Və sığorta şirkətlərinin əsas məqsədlərindən biri odur ki, riskləri minimuma endirsin. Amma bu təbii ki, xüsusi risklərə görə, hadisələrə görə təminat verir. Bugün bütün yol nəqliyyat hadisələri təminat altındadır. Sadəcə müəyyən istisnalar var. İçkili hadisə törətdikdə ödəniş olunmur, sənədsiz idarə etdikdə və s. Amma buna baxmayaraq, bəzən sığorta şirkətləri bugün daha köhnə ili olan avtomobillərə fərdi yanaşa bilir. Bunun da əsas meyarı ondan ibarətdir ki, vətəndaş əgər bir neçə ildə avtomobili sürür və heç bir hadisə törətmir, ta ki yaşı daha yuxarıdır, sürücülük vəsiqəsini daha çox uzun müddətdə əldə edib və hər hansı bir bonus sistemi üzrə hər hansı bir hadisə törətməyibsə və bunu nəzərə alaraq sığorta şirkətləri adından görünür ki, qeyd etdiyiniz kimi könüllü olsa belə vətəndaşlara fərdi yanaşa bilir və təklif edə bilir. Amma çox az sayda. Çünki köhnə avtomobillərin risk əmsalı daha yuxarıdır. Bunun qarşılığında vətəndaşa yuxarı məbləğ demək olmur. Çünki təminat az verilir. Amma mən deyərdim ki, yeni avtomobillərin qəza törətmə ehtimalı daha çoxdur. Niyə? Yanğın hadisələri məsələn daha realdır. Yox, yanğın hadisəsini demirəm. Yeni nesil avtomobillərdə. Bu çünki daha çox rastlaşırıq. Bu öz-özünə alışma məsələləri. Emirəm, bu köhnə avtomobillərdə daha tez-tez rastlaşılır. Yeni avtomobillərdə yox. Baxın, görürsünüz risklər çoxdur hər bir halda köhnə avtomobillərdə. Niyə? Ay sağ olun. Amma yeni avtomobillərdə də risklər var. Söhbət ani olaraq bugün hibrid elektromobillər filan şəhərimizdə çoxdur, bu müsbət haldır və gözəldir. Bəli. Şəhərin görüntüsünə də müsbət təsir edir. Amma bunun fonunda həmin avtomobillərin ani sürətlənmə kimi bir üstünlükləri var və bu da qəzaya səbəb olan məqamlardan biridir. Bəli. Əgər elədirsə, bu avtomobillərə qarşı da mövqe dəyişilməlidir, yoxsa necə? Burada sadəcə yanaşma necədir? Həmin yeni nəsil avtomobillərin riski ta ki 1-2 meyar üzrə aparılır. Amma köhnə avtomobillərdə adi ara məsafəsini saxlamaqla tutmuş, ta ki məsələn normalda misal üçün deyirəm, simvolik 5 metrə qədər mən əyləci bastımsa avtomobil dayanır. Amma köhnə avtomobillərdə bu məsafə daha da artır. Eyni zamanda yağışlı hava sürmək daha çətindir. Daha çox meyar var. Çox meyar var. Əslində köhnə avtomobillər üçün yəni adi gövdəsindən tutmuş olan problemlər, yəni olduqca böyük risklər var. Ona görə tək bir yanaşma üzrə tarifi müəyyən etmək olmur. Aydındır. Təşəkkür edirəm iştirakınız üçün, minnətdaram. Müəllim, sizə də, necə mənim, sizə də. Və yekun olaraq mən belə başa düşürəm ki, günümüzdə sığorta şirkətlərinin utilizasiya proqramına cəlb olunması planda yoxdur. Yaxın vaxtda bəli, hələ ki yoxdur. Çünki bu bazar araşdırılır və burada bir neçə istiqamət üzrə araşdırılır. Ümid edirəm ki, hər hansı bir mexanizmin, faydalı bir mexanizmin ərsəyə gəlmək üçün bir müəyyən zamana ehtiyac var. Əlavəniz varsa buyurun. Əlavə yox, bir qədər Emin müəllimin fikrini genişləndirmək baxımından deyərdim ki, hesab eləyirəm sizin yanaşmanız və bu müzakirədə gedən o yanaşmalar
birbaşa utilizasiya yox, utilizasiyaya qədərki mərhələni bəli tənzimləmək üçün faydalı ola bilər. Bir növ sizin də işinizə Bəli, kömək bəli. ola bilər. Çünki burada belə deyək də, həmin nəqliyyat vasitələrinin daha çox utilizasiyaya yönləndirilməsi yox, onların dövriyyəyə qaytarılması məsələsi və ya ümumiyyətlə dövriyyədən çıxarılması məsələsi nəzərdə tutulur ki, Əlbəttə. bu utilizasiyaya bir qədər paralel bir yanaşmadır, amma yaxşı maraqlı bir yanaşmadır, bəli. Minnətdaram. Bir daha Təşəkkürlər. təşəkkürümü bildirirəm. Buyurun. Hörmətli izləyicilər, bugünkü müzakirəmiz sığorta və utilizasiya proqramının qarşılıqlı əlaqədə olub-olmaması nə dərəcədə effekt verə bilər bu istiqamətdə idi. Bu günlük bu qədər. Növbəti efir gündə görüşəcəyik. Sağ olun, sağlıqla qalın.